Şofer avtobusu qoyur. Bir də orada sigaret çəkir. Sosial şəbəkələrdə 525 saylı marşrut xəttindəki avtobuslardan birinin sürücüsünün ilk və son dayanacaq olmadığı halda sərnişin dolu avtobusu saxladığı və kənarda siqaret çəkdiyini əks etdirən görüntülər yayılıb. Bu da təbii ki, müzakirələrə və sərnişinlərin narazılığına səbəb olub. Maşınlarımız gəlir ki, orada o Masazır dairəsində rəqib marşruta görə ora tez gəlirlər. Məsələn, oranı 27 dəqiqə çıxmalıdır. Onlar məsələn 24 dəqiqə girirlər ora. 506 deyiləm marşruta bizlə rəqibdir. 10 gözləyirlər. Orada interval yaranır. O 3 dəqiqə, 2 dəqiqə. 2 dəqiqə ərzində o 506 ilə özün tarazlaşıb qarşısında interval yaratmaq üçün o 2-3 dəqiqə orada ləngiyir. Həmin o müddətdə o şofer orada o 3 dəqiqə, 2 dəqiqə nə qədər ki vaxtları ki var, o gözləyirlər. Orada düşürlər suallar. O müddətdə çəkilir bu. Mən sizə başa düşdüm. Rəqabət var, digər avtobusunla interval məsələsi var. Axı bu qədər sərnişin avtobusa gözləyir, sürücü də siqaret çəkir. Olar bile. Sonra ki, indi o sürücü düz eləmir. Amma sadəcə onsuz da dayanmalıdır orada. O 27 çıxmalıdır. Bu qədər sərnişin avtobusa gözləmədənsə intervalı ilk və son dayanacaqda düzəltmək olar da. İş və sonunda buradan çıxanda əzəmdə dayanmır bu. Hər astanovkanın öz vaxtı var. Bu qədər sərnişin axı qalıb avtobusa gözləyir. Bildim da indi o tez gəlib də vaxtından tez gəlib. O sürücü oyunu düşüb orada siqaret çəkməsə, əgər dursa orada sakitsə və yaxud rolda oturub gözləyirik biz, onda heç kim cınlamaz. Sadəcə o sürücü orada siqaret çəkir, bu pasajirə də pis təsir edir sərnişinə də. Sərnişin haqlı yoxsa haqsız? Əlbəttə ki, haqlı.